Çərpələn Qoçuran, Xalid Hüseyni, 9-cu fəsil. Ertəsi gün səhər otağımın ortasında oturub, bir hədiyyə qutularını açırdım. Niyə əziyyət çəkdiyimi anlamıram. Çünki onsuz da onlara həvəssiz bir göz gəzdirib otağın küncünə atırdım. Hədiyyə qalağı getdikcə böyüyürdü. Polaroid fotokamerası, tranzistor radio qəbul edici, oyuncaq elektrik qatarı modeli və içində nağd pul olan bir neçə zərf var idi. Bilirdim ki, nə bu pulu xərcləyən, nə də radio qulaq asanam. Heç elektrik qatarının reyslərini də otağımda quraşdırıb qatarı işə salacaq deyildim. Bunların heç biri mənə lazım deyildi. Bu hədiyyələrin hamısı qan bahasına idi. Mən çərpələnk yarışını udmasaydım, baba mənə belə ad günü ziyafəti təşkil etməyəcəkdi. Baba mənə 2 hədiyyə vermişdi. Biri heç şübhəsiz qonşuluqdakı bütün uşaqların göz dağına çevriləcəkdi. Yeni yağın içində olan Schwinn Stingray velosipedlərin kralı idi. Kabildə təzə Stingray sürən uşaqları barmaqla saymaq olardı və indi mən onlardan biri idim. Onun qara rezin tutacaqları daha hündür idi. Banana bənzər oturacağı isə dillər əzbəri idi. Oxları qızılı idi, metal gövdəsi isə qırmızıya boyanmışdı. Lap konfetə bənzəyirdi. Ya da qana. İstənilən uşaq velosipedi görcək üstünə hoppanıb, məhəlləni fırlanardı. Mən də bir neçə ay əvvəl elə-belə edərdim. Xoşuna gəlir? Baba qapının kəndarında mənim otağıma tərəf əyildi. Quzu təbəssümü ilə gülümsəyib, çox sağ ol, deməkdən başqa əlimdən heç nə gəlmədi. Kaş ki, biraz daha bacarıqlı olaydım. İstəsən velosiped sürməyə çıxa bilərik. Babanın dəvəti o qədər də həvəsli səslənmirdi. Bəlkə sonra. Mən biraz yorğunam, dedim. Hə, əlbəttə. Baba, bəli. Atəşfəşanlığa görə çox sağ ol, dedim. Mənim təşəkkürümə elə babanın dəvəti qədər həvəsli idi. Biraz dincəl, deyib baba otağına üst tutdu. Babanın digər hədiyyəsi, amma o bu hədiyyəni açmamı gözləmədi. Qol saatı idi. Saatın mavi siferblatı və şimşəyə bənzər qızılı əqrəbləri vardı. Mən onu heç qoluma taxmadım da. Küncdə hədiyyə qalağının üstünə qoydum. O qalağın içinə atmadığım yeganə hədiyyə Rəhim xanım verdiyi dəri üzlü dəftərçə idi. Hədiyyələrimin içində qan qoxumayan yalnız o idi. Mən dəftərçəni əlimə alıb çarpayımın kənarına oturdum. Rəhim xanın Hümeyra haqqında dediklərini düşündüm. Atasının onu qovmasının əslində xeyirli olduğunu dediyini xatırladım. O əziyyət çəkərdi, demişdi. Humayun əminin proyektorunun bir slaydda ilişdiyi vaxtlardakı kimi eyni mənzərə gözümün qabağında təkrar canlandı. Həsənin başı aşağı halda, Asif və Vəliyə içki ikram etməsi, bəlkə bu daha yaxşı olardı. Onun əziyyəti azalardı, mənimki də. İstənilən halda bura qədər aydın idi. İkimizdən birimiz getməli idik. Həmin axşam mən təzə velosipedimi ilk və son dəfə gəzintiyə çıxartdım. Bir neçə dəfə məhəllənin o baş bu başına sürüb geri qayıtdım. Həyətə girəndə Həsənlə Əli dünənki ziyafətin tör töküntüsünü yığışdırmaqla məşğul idilər. Kağız boşqablar, əzik salfetlər, boş içki şüşələri həyətə səpələnmişdi. Əli açılıb yığılan stulları qatlayıb divarın dibinə qalaqlayırdı. Məni görüb əl elədi. Mən də onu əlimi yelləyib, salam, Əli, dedim. Barmağı ilə mənə gözləməyimi işarət edib, yaşadığı daxmaya yönəldi. Bir dəqiqə sonra o əlində nə eləsə geri qayıtdı. Keçən gecə Həsənlə mənim bunu sənə vermək imkanımız olmadı, deyib qutunu mənə uzatdı. Bu kasıb hədiyyə sənə layiq deyil, Əmir ağa, amma biz ümid edirik ki, sənin xoşuna gələr. Ad günün mübarək. Boğazım tıxanırdı. Çox sağ ol, Əli, dedim. Kaş o mənə heç nə almayaydı. Mən qutunu açdım və Şahnaməni yeni nəşrini gördüm. Qalın üzlüklü kitabın işıldayan vərəqlərində şeirlərin altında rəngli illüstrasiyalar da vardı. Burada yeni doğulmuş oğlu Keys Xosrova baxan Frəngiz də, at üstündə qılıncını yuxarı qaldırıb ordusunu döyüşə aparan Əfrasiyab da vardı. Və əlbəttə ki, qəhrəman oğlu Söhrabı ölümcül zədələmiş Rüstəm. Çox gözəldir. Həsən dedi ki, sənin kitabın köhnə və nimdaşdır. Hələ bəzi vərəqlər də itib.
Buradakı şəkillərin hamısı əl işidir. Qələm və mürəkkəblə çəkilib deyə o nə özünü, nə də oğlunun oxuya bildiyi kitabı qürurla tərif edirdi. Əladır, dedim. Doğrudan da əla idi. Özü də deyəsən ucuz başa gəlməmişdi. Əliyə demək istəyirdim ki, layiq olmayan kitab yox. Mən idim. Yenə də velosipedə hoppandım. Həsənə mənim adımdan təşəkkür elə, dedim. Sonda mən kitabı da divar küncündəki hədiyyə qalağının üstünə qoydum. Amma gözlərim qeyri-ixtiyari daim ona baxdığından sonra onu lap dibdə gizlətdim. Həmin gecə yuxuya getməzdən əvvəl babadan mənim təzə saatımı görüb görmədiyimi soruşdum. Ertəsi günün səhəri əlinin mətbəx masasının yığışdırmasını gözlədim. O qabları yuyandan, stolları siləndən sonra yataq otağımın pəncərəsindən Həsənlə Əlinin əv arabası ilə bazara getməsini istədim. Onlar gözdən itəndən sonra hədiyyə qalağının içində pul olan bir neçə zərf və qol saatını götürüb barmaqlarımın ucunda otaqdan çıxdım. Babanın kabinetinin yanında ayaq saxlayıb qulaq verdim. O bütün səhəri orada telefonla zəng edir, kimləsə danışırdı. Elə indi də telefonda idi. Gəlin həftə gəlib çıxacaq fərşlərin yol salınmasını müzakirə edirdi. Mən aşağı indim. Həyəti keçib əli ilə Həsənin əzgil ağacının yanındakı daxmasına girdim. Həsənin döşəyini qaldırıb təzə saatımı və bir ovuc təzə əfqanini onun altına qoydum. Təxminən yarım saat gözlədim. Sonra babanın qapısını döyüb növbəti yalanı danışanda ümid edirdim ki, bu mənim həyatımı zəhərləyən yalanların sonuncusu olacaq. Yataq otağımın pəncərəsindən əli ilə Həsənin ət, çörək, meyvə və tərəvəzlə dolu arabanı həyətə sürdüklərini gördüm. Daha sonra babanın evdən çıxıb Əliyə tərəf getdiyini, baba ilə Əlinin nə danışdıqlarını eşitmirdim. Baba evə işarət etdi və Əli başı ilə təsdiqlədi. Sonra onlar ayrıldılar. Baba evə, Əli isə Həsənin arxasınca daxmaya getdi. Bir neçə dəqiqə sonra baba qapını döyüb məni çağırdı. Kabinetimə gəl. Biz oturub bu məsələni həll etməliyik. Babanın kabinetinə gedib dər divarlardan birinə oturdum. Yarım saat, ya biraz çox keçmiş Həsənlə Əli də ora gəldi. Onlar ikisi də ağlamışdılar. Qızarmış, şişmiş gözlərindən bəlli olurdu. Onlar babanın qarşısında əl-ələ dayanmışdılar. Bu səhnəyə baxdıqca etdiyim pisliyin miqyasına heyrət edirdim. İnsanlara belə acı çəkdirməyi harda, kimdən öyrənmişdim? Baba söhbəti uzatmayıb soruşdu. Sən bu pulu oğurlamısan? Həsən, sən əmrin saatını oğurlamısan? Həsənin nazik, boğuz səslə verdiyi cavab bircə sözdən ibarət idi. Bəli. Diksindim. Mənim üzümə sanki şillə vurmuşdular. Ürəyim düşdü. O anda az qala həqiqəti ortaya qoyacaqdım. Sonra anladım. Bu, Həsənin son fədakarlığı idi. Əgər yox desəydi, baba ona inanacaqdı. Çünki hamı bilirdi ki, Həsən yalan danışmaz. Əgər baba ona inansaydı, mən günahlandırılacaqdım. İzahat verməyə məcbur olsam, iç yüzüm ortaya çıxacaqdı. Baba heç vaxt məni bağışlamazdı. Bunları düşünüb başqa bir şey də anladım. Həsən bilirdi. O bilirdi ki, mən dalanda baş verənlərin hamısını görmüşəm. Orada dayanıb heç nə etməmişəm. Ona xəyanət etdiyimi bilirdi. Və hələ də bəlkə son dəfə məni xilas etməyə çalışırdı. Bu anda mən onu sevirdim. Həyatımda sevdiyim hər kəsdən daha çox onu sevirdim. Və bu anda onların hamısına demək istəyirdim ki, mən əfi ilan, göydəki əjdaha mən idim. Mən bu fədakarlığa layiq deyildim. Mən yalancı, satqın, oğru idim. Deyərdim. Amma mənim bir parçam sevinirdi. Sevinirdi ki, bu dəhşət tezliklə bitəcək. Baba onları işdən çıxaracaq. Sonra əlbəttə biraz ağır olacaq, amma həyat davam edəcək. Mən bunu istəyirdim. Həyatın davam etməsini, unutmağı, yeni səhifədən başlamağı arzuluyurdum. Mən yenidən nəfəs ala bilmək istəyirdim. Amma babanın səni bağışlayıram deməsi məni şoka saldı. Bağışlayır? Bəs oğurluq bağışlanmaz günah. Bütün günahların mayası idi axı. Sən adam öldürəndə onun həyatını oğurlayırsan. Onun arvadının, ərli uşaqlarının atalı, analı yaşamaq haqqını yağmalayırsan. Sən yalan danışanda başqasının həqiqət haqqını çalıb çırpırsan. Kəf gələndə birinin ədalət haqqını yeyirsən.
Oğurluqdan pis hərəkət yoxmuş. Bunu baba özü məni qucağına oturdub deməmişdimi? Və sonda Həsən necə bağışlaya bilərdi? Necə olurdu ki, baba Həsəni oğurluğa görə bağışlaya bilir, mən isə onun istədiyi oğul ola bilmədiyimə görə bağışlaya bilmir. Niyə? Biz buradan gedirik ağa sahib. Əlinin bu sözləri babanın rəngini qaçırdı. Biz daha burada yaşaya bilmərik. Amma mən onun günahını bağışladım, Əli, eşitmədinmi? Daha bizim burada yaşamağımız mümkün deyil ağa sahib. Biz çıxıb gedirik. Əli oğlunu yanına çəkib qolunu onun çiyninə doladı. Bu hərəkətlə o oğlunu müdafiə etmək istədiyini bildirirdi. Və mən onun Həsəni kimdən qorumaq istədiyini bilirdim. Əli mən tərəfə baxdı və onun soyuq, bağışlanmayan baxışından Həsənin atasına hər şeyi danışdığını anladım. O hər şeyi danışmışdı. Asifin və dostlarının onun başına açdığı oyun, çərpələng, mənim haqqımda hər şeyi. Qəribədir, amma kiminsə mənim əslində kim olduğumu bilməsinə şad idim. Rol oynamaqdan yorulmuşdum. Nə pul, nə saat vecimə deyil, deyə Əligil yola gətirməyə çalışan baba qollarını açıb ovucularını yuxarı qaldırmışdı. Anlamıram, bunu niyə edirsiniz? Nə demək yəni mümkün deyil? Bağışla ağa sahib, amma biz artıq əşyalarımızı da yığmışıq. Qərar qəbul olunub artıq. Baba üzündə sonsuz kədər ifadəsi ilə dayanmışdı. Əli, mən sənə yaxşı baxmırdım məgər? Sənə və Həsənə pis mi davranırdım? Sən mənim üçün olmayan qardaşım əvəzisən, Əli, bunu bilirsən. Xahiş edirəm, bunu eləmə. Onsuz da çətindir ağa sahib. Vəziyyəti daha da ağırlaşdırma. Onun dodağı titrədi. Mən bir anlıq onun ağzının əyilməsini gördüm. Elədiyim pisliyin, verdiyim acının dəhşətini, bu adamların həyatına gətirdiyim kədərin dərinliyini o anda əlinin iflic olmuş simasında belə ağrının ifadəsini görəndə anlamışdım. Özümü Həsənə baxmağa məcbur etdim. Amma onun başı aşağı dikilmiş, çiyinləri bükülmüşdü. Şalvarına kəmər əvəzi taxdığı ipin ucunu barmağı ilə düyünləyirdi. Baba indi də and verirdi. Heç olmasa səbəbini de. Mən bilməliyəm. Əli babaya heç nə demədi. Necə ki, Həsənin etmədiyi uğurluğu boynuna almasına da etiraz etməmişdi. Bunun səbəbini heç vaxt bilməyəcəyim. Sadəcə bu iki nəfərin balaca daxmada ağlaşmasını, Həsənin məni ələ verməməsi üçün atasına yalvarmasını təsəvvürümə gətirə bilirəm. Amma əlinin buna razılaşmağa özündə gücü hardan tapdığını ağlıma gətirə bilmirdim. Bizi avtobus stansiyasına apararsınızmı? Mən sizə getməyə qadağan edirəm, eşidirsən? Qadağan edirəm. Babanın səsi nəriltiyə bənzəyirdi. Sizə olan hörmətimizə baxmayaraq, siz bizə heç nəyi qadağan edə bilməzsiniz, ağa sahib. Biz daha sizin işçiləriniz deyilik. Hara gedəcəksiniz? Həzəracata. Əmi uşaqlarının yanına? Bəli, bizi avtobus stansiyasına apararsınız, ağa sahib. Sonra mən babanın heç vaxt etmədiyi bir şey etdiyini gördüm. O ağlayırdı. Böyük adamın göz yaşı axıtması məni biraz qorxutdu. Atalar ağlamamalıydı axı. Baba, xahiş edirəm, dedi. Amma əli arxasınca da Həsən artıq qapıya doğru yönəlmişdilər. Babanın bu son xahişindəki ağrını, qorxunu heç zaman unutmayacağam. Kabildə yay vaxtı yağış çox nadir hallarda yağardı. Mavi səma çatmaz sündürlükdəykən ütü kimi qızmar günəş çox yaxından adamın boynunun ardını yandırardı. Həsənlə mənim bütün yazı daş attığımız bulaqlar quruyar, ora-bura qaçışan rikşalar tozanaq qaldırardılar. Məsciddə 10 rükət günorta namazından qayıdanlar hərə bir gölgəli yerə daldalanıb yatar, axşam sərini gözləyirdi. Yay həm də uzun məktəb günləri ağzına kimi dolu isti, havası dəyişilməyən otaqlarda quran ailələrdəki adamların dilinə əyən eksotik ərəb sözlərini əzbərləyə tər axıtmaq demək idi. Yay həm də molla ayələr mızıldandıqca əlinlə uçan çiçəyi tutduğunda hərəkətin sərinliklə birgə məktəb həyətinin o başındakı tualetin qoxusunu da gətirdiyini, basketbol oyununda laxlayan halqanın ətrafındakı tozanağı necə fırlandığının fərqinə varmaq demək idi. Amma baba əli ilə Həsəni avtovağzala aparanda yağış yağırdı.
Buludlar yığışıb göyü boz rəngə boyamışdı. Cəmi bir neçə dəqiqə sonra artıq göydən leysan tökülürdü. Yağışın xışıltısı beynimə işləyirdi. Baba onları Bamiyana qədər aparmağı təklif etmişdi. Amma əli razılaşmamışdı. Yataq otağımın ləkəli, yağışın su cığırları ilə örtülmüş pəncərəsindən əlini gördüm. Həsənlə özünün var yoxunun yerləşdiyi tək çamadanı babanın qapıdan kənarda dayanmış maşına doğru daşıyırdı. Həsən bürmələnmiş və kəndirlə bağlanmış döşəyini belinə şərləmişdi. Bütün oyuncaqlarını evdə saxlamışdı. Onları ertəsi gün gördüm. Küncə yığılmış oyuncaq qalağı ilə mənim otağımın küncündəki hədiyyə qalağına bənzəyirdi. Otağımın pəncərəsindəki damcılar sürətlə aşağı şütüyürdü. Mən babanın çamadanı və döşəyi qoyub maşının yüklüyünün qapağını çırpıb bağladığını gördüm. Yağışdan büsbütün işlanmış halda sürücü oturacağına tərəf getdi. Əyilib arxa oturacaqda olan Əliyə nəsə dedi. Yəqin ki, bu onu fikrindən daşındırmaq üçün son cəhd idi. Bu vəziyyətdə baba hələ də yağışın altında, bir əli maşının üstündə. Salona əyilib əli ilə bir xeyli danışdı. O qəddini dikəldəndə, bükülmüş çiyinlərini görəndə anladım ki, doğulandan bəri yaşadığım həyat bitib. Baba sükanın arxasına oturdu. Maşının faraları yandı, yağışın içinə qoşa işıq seli girdi. Bu, Həsənlə bir yerdə baxdığım Hindistan filmlərindən biri olsaydı, bu yerdə mən yalın ayaqlarımla yağış suyunu sıçradaraq çölə qaçmalıydım. Maşının arxasınca qaçıb dayan, qışqırmalıydım. Sonra Həsəni arxa oturacaqdan çıxarıb yağışa qarışan göz yaşlarından boğularaq, bağışla, çox peşmanam deməliydim. Sonda biz Leysanın altına qucaqlaşacaqdıq. Amma bu Hind kinosu deyildi. Mən peşman idim. Amma nə ağlayır, nə də maşının ardınca qaçırdım. Sadəcə dil açanda ilk dediyi söz mənim adım olan adamın babamın maşınında həyətdən uzaqlaşmasına baxırdım. Baba Həsənlə Beşiktaş oynadığımız küçə tinini burulanda maşının arxasında qısılıb oturmuş dostumu son dəfə bir anlığa görə bildim. Pəncərənin qabağından bir addım geri çəkildim və artıq şüşənin arxasında yağan yağışın gümüş ərintisinə bənzər cığırlardan başqa heç nə görmürdüm.